narsistlərin istifadə etdiyi üsullardan danışsaq, ən çox istifadə etdiyi üsullar gaslighting. Yəni insanın reallığını dəyişmək. Hətta ona aid bir şey deyə bilərəm. Bir danışmanım var idi, bir pasiyentim var idi və o öz yoldaşının onu xəyanət etməyindən şübhələnirdi. Və bir gün bu qadın deyir ki, mən şübhələndim və onu izləmək qərarına gəldim. Və izlədikdə görür ki, yəni o yoldaşının maşını ilə xəyanət etdiyi qadının maşını yan-yana və bir evin qabağındadılar. Bunu hətta sübut olaraq əlində var artıq bu və bunu sübut olaraq qarşıdakına bildirmək istəyəndə, yoldaşına bildirmək istəyəndə, yox, sən səhv deyirsən, elə bir şey yox idi orada. Sən səhv görmüsən, hətta sən məni şantaj edibsən. Səni şantaj etdiyinə görə bir gün sən məndən üzr istəyəcəksən. Deyib və qadın özündən şübhələnir. Bəlkə mən doğrudan da yanlış anlamışam. Bəlkə təsadüfən oradaydı. Yoldaşı ona deyir ki, yox, orada mən yox idim. Orada mənim dostum var idi. Mənim maşınımla getmişdi və onlar başqa söhbət edirdilər deyib onu gaslight, yəni nə etdi? Reallığını dəyişdi və qarşıdakı, yəni bu qurban yoldaşı özündən şübhələnməyə başladı. Həqiqətən də doğrudan da bəlkə mən onun günahını almış oluram.